hiçbir zaman Allah yolunda öldürülen şəxslərə əmvat buyurur Allah. Ölü demeyin. Onlar diridirlər və siz bunu dərk eləmirsiniz. Qur'an-ı Kərimin əgər buyruqlarına biz diqqət eləsək, ayələrə diqqət eləsək, görərik ki, bəzi ayələrdə Allah maut sözü işlədir, bəzisində qətil sözü işlədir. İkisi də ölümdür. Amma maut sözü bundan ibarətdir ki, yəni ölüm dünyadan qurtulmaq, xilas olmaq mənasındadır. Yəni bir insan öləndə dünyadan qurtulur, bərzəx aləminə qədəm basır. Amma qutlə fi səbilillah artıq bu başqadır. Öldürülsə Allah yolunda. Bu artıq başqa məna. Bu ölümlə fərqlidir. Bu dünyadan qurtulmur. Allah bunun mərtəbəsini yüksəldir. Bunu bu dünyadan elə bir dünyaya köçürür ki, onun qanı yerə düşməmiş, mələklər qanatlarını açarlar və onları qanatların üzərində ali bir dünyaya hicrət eləyərlər. Ali bir dünyaya apararlar ki, orada Allah Teala buyurur ki, biz onları elə bir aləmə apardıq ki, onlar bizim yanımızda ruzi yeyərlər.